450 SRS-dən 250 SR arasındakı fərqlər. 2 silindir 450 SRS pavorotniklər güzgülərindədir, amma 250 SR-da güzgülərdə deyil, tam olaraq yanlardadır. 450 SRS-də ekran TFT ekrandır, eyni zamanda ayarlana bilən amortizatorlardır, traction kontrolu var, quick shifter 2025 modellərində var. Ekranı da görürsünüz, hər bir şeyini göstərir, dərəcəsindən tutmuş hər şeyinə qədər göstərir. Bu tərəfdən əlayıq. 250 SR-da isə gördüyünüz kimi daha sıradan ekrandır. Gördüyünüz bu bir dənə qəşəng. Bundan birini mən də istəyirəm. Bir dənə belə oyuncağı var. Traction control yoxdur. Quick shifter da yoxdur. 250 SR-da. 450 SRS tək mayyətlikdir. 250 SR isə 2 mayyətlikdir. Quruş tel fərqini görürsünüz. Eyni zamanda bu quruş tel fərqi səsində də təsir eləyir. 450 SRS-də Brembo tormuz sistemi var. Tək aporludur və çox şey yarayır. 250 SR-da isə CF-in öz tormuz sistemidir, sadə tormuz sistemidir. Yenə tək aporludur və 250 cc-yə görə yaxşı saxladığını istifadəçi şəxs deyir, emin deyil. 250 SR-da yağ tutumu 1.4 litrdir, 450 SRS-də isə 2.4 litrdir və beləliklə biraz yağ rasxodlarını fikirləşirik. İkisi də 3000 km və 4000 km arası yağını dəyişdirirsiniz. 150 km 250 SR gedərkən 210 km-də 450 SRS gedir. Güncəl olaraq top speedlərdir. Ümumi belə nəzər saldıqda 250 SR-ın dizaynı bu cürdür. Dizayn fərqlilikləri var. Daha fərqli bir dizayna qatıblar. Bu əlavə quraşdırılmadı. 450 SRS-ə gəldikdə isə belə bir gənclərə xitab edən Venom tərzi bir dizaynı var. Və son olaraq qiymətlərinə gəldikdə 12.000 manat 450 SRS-dir. 6.000 manat isə 250 SR-dır. Təbii ki, ortada bir 6.000 manat fərq var. Yəni 2 qat fərq var.